Müştərinin şikayəti odur ki, LG markalı paltaryan hər bir proqramda yoxlayıb, amma suyu qızdırmır. Suyu qızdırmır hardan bilirsiniz? Hər hansı bir proqrama qoyursunuz, 20 dəqiqə, yarım saat sonra əlvi şüşəsinə vurursan. Əgər su qızmırsa, deməli su qızdırıcı işləmir, dəyişilməlidir. Bunun ikinci variantı yoxdur. Ola bilər bəzən ki, su qızdırıcı yanında vurur, platanı yandırır. Onda plata da təmir olunmalıdır. Bu ikinci mərhələdir. Ən əsas mərhələ gördüyünüz kimi. Su qızdırıcı görürsünüz necə yanıb partlayıb, bu dəyişilməlidir. Yəni 90% su qızdırıcı ilə əlaqəli. Paltar yağınızdan iyi gəlirsə, suyu qızdırmırsa, əlinizi tok vurursa, nəmişlik paltaryana nəmişlik iyi gəlirsə, belə kifləmiş iyi falan gəlirsə, hamısının günahı bundadır. Bunu dəyişim düzələcək. Kimin nə sualı var təminlə bağlı nömrə səhifədə var, zəng edə bilərsiniz.